Herkese salam, kanalıma, evime, vloguma xoş gəlmişsiniz hər biriniz. Bugünkü vlogum daha bir bişdişli vlog olacaq. Günün yeməyini hazırlayacağım sizlərlə bərabər. İnşallah bəyənərsiniz qızlar. Şərhlərinizi, layıqlarınızı əsirgəməyin və keçək videomuzun mövzusuna. Axşama deməli lobya, yemək olaraq lobya hazırlayacağım və salat hazırlayacağım. Bir də biraz biberlərim var idi ki, onların bir qismini buzluq üçün tədarük görəcəm, az da olsa və bir də qalanlardan tutma hazırlayacağım. İnşallah videomu bəyənərsiniz. İnşallah maraqlı olar, həvəsləndirici, motivasiya verici olar. Və əgər ki, nə isə başqa cür məsləhət görsəniz, məsəl üçün nə isə səhv eləyirəmsə, daha doğrusu kəsə uzun yoldan eləyirəmsə, siz bir kəsə yol bilirsinizsə, mütləq mənə şərhlərdə yazın. Əlbəttə ki, hər birisini sevərək oxuyuram və bacardığım qədər cavab verməyə də çalışıram. Bugün yeməkdə nə var? Salat hazırlayacağım. Az öncə gördüyünüz üzrə çuğunduru, kökü falan yudum. Bunlarla salat hazırlayacağım. Qızlar, bu salatın adını indi görüntülərə görə bilsəz, mən də eləyirəm. Bunu səhv elədin, düz elədin deyən mütləq olacaq, amma mən bu salatı öz zövqümə görə eləyirəm. Adının nə olduğunu bilmirəm. Şuba deyil, çuğundur salatı da deyil. Bunun içində deməli mal əti, soyutma mal əti, qoz, sarımsaq, çuğundur, kök, kartof və duz, mayonez var. Bunlardan ibarətdir. Toyuğun sinə əti ilə də eləmək olar, amma mal əti buna daha çox yaraşır. Bol qoz yaraşır və bol sarımsaq yaraşır. O qədər ləzzətlidir ki, anlatamam. Yəni bayram süfrələrimdə, qonaq süfrələrimdə mütləq olur. Hər kəs də bəyənir. Bu şubadan falan fərqli olaraq şubada duzlu balıq əlavə edirlər. Ən çox balıqla olur. Bir də adi çuğundur salatına da oxşur, amma bunu mən qat-qat eləmirəm. Ümumiyyətlə mən heç bir salatı qat-qat eləmirəm. O dadı ala bilmirəm. Özüm qarışdırıram onu qabda ki, bir-birinə qatışsın bütün aromalar. Bilirəm, o da yenə estetik, gözəl görünür. Normalda bütün çox salatları qat-qat eləyirlər, aralarına mayonezlərin duzunu əlavə eləyirlər, amma mən onda dad ala bilmirəm. Mənə dad yaxşı gəlmir. Bunu belə düşünün, stolичный salat formasında eləyirəm. Hər şeyi qatıram bir-birinə. O qədər ləzzətlidir ki, üzərini də sonda boşqaba servis eləyəndə üzərini narla bəzirik. Narla da o qədər gözəl dadır. Yəni o da başqa bir ləzzətlidir. Yoxlamamısınızsa mütləq arada yoxlayın. Salat falan hazırlayanda bunu da yoxlayın. Və yaxud yoxlamısınızsa əlavə buna nə əlavə edirsiniz, nə əlavə eləmirsiniz, siz buna nə adı verirsiniz, bilmirəm, mənə də mütləq yazın. Yemək olaraq keçən vlogumda buzluğa atdığım lobyanı hazırladım. Pişirdim bir qismini, salat da olduğu üçün az elədim. Adi üsulundan çox da gözəl daddır. Keçən dəfə mənə yazan oldu ki, çiğ saxlaya bilərsən və yaxud da yazan oldu ki, biz də belə saxlayırıq, çox ləzzətli olur. Yəni bunu da izləyicilər təsdiq elədi, sağ olsun. Həqiqətən ləzzətli idi, heç bir fərqi də yox idi. Yəni elə donmuşdu ki, heç bir dad dəyişikliyi falan yox idi. Amma çiğ yazanlar haqqında deyim ki, qızlar, mən çiğ dediyim kimi saxlamışam, amma çiğ də rezin kimi olur. Bilmirəm bizim soyuducudandır ya yox, amma rezin kimi olur. Su falan da əlavə eləmirəm, öz xodunda pişəcək. Qalan biberlərdə isə bir qismini doğrayıb buzluğa yerləşdirdim. Bir qismini isə tutma elədim. İndi bunu da videonun əvvəlində gördünüz, açdım içini. Çünki bütöv eləsəm daha estetik görünərdi, amma bu
Yəni birinin içində qaraltı gördüm, açdım, təmizlədim, içində böcəkləmə, qurtlanma falan var idi. Ürəyimdə qaldı ki, yəni hamısını eləyim, təzədən onların hamısını açıb bir də baxdım içinə və yudum. Dedim eybi yox. Bütöv şəkildə eləsəm düzdür, daha gözəl görünər, amma sonra bütün gün onu fikirləşəcəydim ki, kaş mən onu təmizləyərdim, heç nə olmazdı. Nəysə. Bu şəkildə bunların da bir qismini buzluğa yerləşdirirəm və çuğundurumu da yerləşdirirəm. Çuğunduru da dedim bəlkə nəsə yemək falan hazırlayaram, ya yenə salat falan hazırlayaram. Belə qalsa xarab olacaq, amma buzluqda qalsa xarab olmaz. İndi bunu amma birinci dəfədir saxlayacağam. Bu necə olacaq? Bu reyzin kimi olarmı, olmazmı onu bilmirəm. Amma həqiqətən lobiya reyzin kimi olur çiğ halda. Bilmirəm də indi bizim soyucu yəqin no frost deyil. Belə tutmalarımı da hazırlayıram. 3 bank elədim. İnşallah qışda açaram. Dadına da bir baxıb sizinlə də bölüşərəm.
Sonda da salatımı hazırlayıram az öncə qeyd etdiyim üzrə, amma çuğundurun rənginə görə salatım biraz rəngsiz idi, amma ləzzəti çox gözəl idi. Dediyim kimi süfrəyə də narla bəzədilib verilir və narla yeyilir, çox ləzzətli olur. İnşallah videomu bəyənmisiniz qızlar. Özünüzə yaxşı baxın, şərhlərdə görüşmək üzrə.